Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Xoş gördük hamınızı. Ötən son videomuzda rəzil nəticələrə baxmayaraq pozitiv köklənmişəm və yeni video ilə qarşınızdayım. Şənbə bazar günü ilə bağlı qısaca fikirlərimi deyəcəm sadəcə. Zaten hər şey göz qabağındadır. Premier Ligada, Bundesligada alt həftəsi idi və ağıllı insanlarsınız, məntiqli insanlarsınız, qlobal bir əməliyyat oldu. Bunu da siz gördünüz. Amma bir məqam məsələn diqqətimi cəlb edir. Arsenaldan daha yaxşı oynayan, daha çox momentə girən Everton var idi və sonra oyunun sonunda Pickford kobud bir səhv elədi. Ardınca özünü Turbin zənn elədi. Anatol Turbin, Benfica'nın qapıçısı yadınızdadır da, Real Madrid'ə qol vurmuşdu son dəqiqələrdə və özünü Anatol Turbin zənn eləyən Pickford qabağa getdi, komandasını xilas eləsin, qapını boş buraxdı və Max Dowman bütün meydançanı keçib boş qapıya zərbə vurdu, qol vurdu. Sonra West Ham'ın oyununa baxırdım və West Ham'ın qapıya cəmi bir zərbəsi var çərçivəyə. O da kornerdən sonra Konstantinos Mavropanos və o da qol oldu və qapıya 26 zərbə vuran Pep Guardiola'nın debil yığını qolu vura bilmədi. Liverpool izah etdiyim kimi xal verdi, bazarı partlatdı. Szoboszlay oyundan sonra qəşəng bir açıqlama verdi ki, biz sanki yatmışıq, oyanmaq vaxtıdır, bilmirəm niyə belə olur, amma bu gedişlə biz konferans liqasına doğru gedəcəyik. Ona görə də oyanmalıyıq və oynamalıyıq. Qısası dostlar, bu normal deyil. Hər şey yenə də gözünüzün qabağınızda baş verdi. Amma başımıza kalağaya bağlayıb yas tutası deyilik də. Nə siz, nə mən. Liverpool haqqında da danışacağıq, Arsenal haqqında da danışacağıq, Pep'in debil yığını haqqında da danışacağıq. Çempionlar Liqasının analizləri ilə qarşınızdayım. Saytımızı izləyə bilərsiniz. kupon.com.az TFC ilə Çempionlar Liqası oyunlarına mərc etmək daha yaxşıdır, həm də sərfəlidir. Çünki siz bonuslar əldə edirsiniz. Özdə ekranda gördüyünüz 244 780 agent kodu ilə mərc eləyəndə ümumiyyətlə ilk depozitinizdirsə 25% də bonus əldə etmiş olursunuz. Buna xoş gəldin kampaniyası deyək. Və ondan sonra ay ərzində mərc eləyəndə siz bonuslarınızı əldə eləmiş olursunuz. Başlayaq dostlar. Bir-iki dənə də məqam var ki, onu bu analizə əlavə eləmədim. Telegrama yerləşdirəcəm. Trabzonun oyunudur. Bir də Seriya B-dən bir oyun var və bu cür oyunlar var. Onları mən yerləşdirəcəm Telegramımıza. Telegramımızın da tapmaq asandır. Telegramımızı deməli kupon altdan xətt azı belə yazıb tapa bilərsiniz. Bu da belə dostlar və ona görə də başlayırıq yavaş-yavaş. Sporting Bodo Glimt oyunu ilə başlamaq istəyirəm. Burada kompüterdə bəzi cızma-qaralarımı eləmişəm deyə tez-tez ora baxmalı olacağam. Məncə sizin sadəcə mənim səsimi eşitməyə kifayət edir. Rahat, relax vəziyyətə gəlin, çayınızı qoyun qabağınıza, biz başlayırıq. Hamıya bol şans bir daha. Mən ilk oyunda sizə bir məqam var idi, onu izah eləmişdim, xatırlayırsınızsa. Bodo Glimt play-offdakı klublar arasında ən az korner yerinə yetirən klubdur. Yadınızdadırsa, həmin bu Bodo Glimt Inter ilə cavab oyununa gedəndə Giuseppe Meazza'ya orada da demişdim ki, Inter'ə 1 yox, 2 yox, 3 top lazımdır faktiki və Inter cinah komandasıdır və Inter o oyunu oynayacaq. İndi mən sizə bir sual verəm yenə də burada. 1. Sporting'a burada neçə gol lazımdır? 2. Sporting sizcə korner oynaya bilirmi? Bilirəm ki, Sporting elə bir klublardandır ki, siz onu izləyirsiniz, mütəmadi özünüzü dərirləndirirsiniz. Bu arada Inter'ə həmin oyunda, yəni Inter o həmin oyunda tək başına 9500 korneri getmişdi, düz yadımda qalıbsa. 2, bundan əvvəlki oyunda da bu metrikansda demişdim, Bodo Sporting oyununda, yəni Aspmira arenada keçirilən oyunda və orada da 2-yə yaxın əmsal idi, xatırlayırsınızsa. Sporting 4-ün 5-ə kornerləri udmuşdu, 4-5 idi kornerlərin sayı. Bu oyun yəni erkən seansa salıblar. Mən korner tərəfdən dəyərləndirəcəm. Yəni korner oynamağı sevməyənlər üçün Sporting evdə Bodo Glimtə 2 top vurmasa ki, bunun da əmsalı 1.38 idi mən baxanda səhər. Yəni danışacaq bir şey yoxdur əslində. Bu arada Bodo Glimtin son 14 səfər oyununda daha doğrusu hər iki komanda qol vurub. Sırf buna görə də Sporting artıq ikincini vurmağa məcburdur.
Yəni qollar tərəfdən dəyərləndirsə. Çünki Interlə oyunda da eyni durum yaşanmışdı. Və Bodo Glimt çox öndə oynayan, risk alan Interə 2 qol vurmuşdu. Xatırlayırsınızsa, Giuseppe Meazza-da. İndi Sportingin meydanda bilməm nə baş verəcək. Bu arada mən kornerlərə burada baxmaq istəyirəm. Paralel, heç bu hissəni kəsib doğramaq yəqin ki, çünki sürətli olmalıdır. Deməli, Sporting, Bodo Glimt, hər iki komanda qol vurar, hələ də 1.44 olaraq qalıb. Mən bunu axşam çəkirəm. Kornerlər açılıb artıq. Kornerlər 10.5 üstdən açılıb hətta. Bu artıq gözləntidir. İndi mən burada baxacağım ki, ev sahibinin kornerləri neçədən açılıb? Yox, bu qollardır. Kornerlər, ev sahibi, kün zərbələri 8.5 üstdən hətta açılıb. Vay, vay, vay. Oynamaq olar əslində. 9 korner Sportingdən gözləmək də bir ağılsızlıqdır. Ortalığa da atmaq olar kornerləri. Görək Sportingin özünün 2 qolunun əmsalı artıq 1.32-yə düşüb. Xeyirlisi, yəni Bodonun bir topu nə qədərdir? 1.30-dur. Erkən seansda dediyim kimi oynamağa da belə məcbur deyilsiniz. Mən sadəcə burası bir analiz qoyuram ortalığa ki, görək gələcək yoxsa yox. Arsenal, Bayer Leverkusen dostlar. Əvvəla Halil Umutmələri yad eləməsək olmaz. Yəni olmayan penaltini verdi Arsenala. Epizodu yəqin ki xatırlayırsınız. Orada ümumiyyətlə Arsenalın oyuncusuna toxunuş yox idi. Rəzillikdir. Yəni bu barədə Avropa mətbuatda yazdı ki, indi başa düşürük. Mourinho niyə bu qədər danışırdı bu çempionat haqqında və s. və axır. Evertonla oyundan sonra David Moyes, yəni Everton baş məşqçi təbii ki, dedi ki, bu Arsenal qapısını inanılmaz müdafiə eləyir. Calafiorinin o Spider-Man-vari hərəkəti də dillərə dastandı. O epizodda yeri gəlmişək, Gabriel'in özü şok yaşadı, Magalhães'in. Sadəcə şok vəziyyətində əl çalırdı ki, sən neynədin ki? Keçən dəfə də demişdim dostlar və demişdim, yenə də deyirəm. Mən düşünürdüm ki, Arsenal hansısa bir məqamda Çempionlar Liqasını qurban verə bilər. Çünki əsas bu Premier Liqadakı həsrətin bitməsidir, düzdürmü? Amma konkret olaraq məsələn Çempionlar Liqası üzrə belə deyək də bu götürsək, Interlə səfər oyunu, Bavariya ilə oyun və bunlar bizə göstərdi ki, Arteta full heyət buraxırdı həmin oyunlara, xatırlayırsınız və dominantlıq elirdi oyunda. Və həmin oyunlarda dominantlıq eləmək Inter indi okey. Bu mövsüm biraz belə, amma Giuseppe Meazza da idi oyun. Yəni bu yaxınlarda da demişdi ki Arteta, biz Çempionlar Liqasına çox böyük önəm veririk, hətta ağlından treble keçir. Çünki kubokda da davam edirlər. Heyət də buna əslində imkan verir və hal-hazırda turnir cədvəli də buna icazə verir, belə götürəndə Premier Liqa. İlk oyunu xatırladıq, okey. İndi onu qoyuruq bir kənara, orada nə baş verdiyini özünüzdə gördük zaten. Mənim son zamanlar izlədiyim Arsenal və son zamanlar özü evdəki Arsenal, bunu da əlavə eləmiş olaq və son zamanlar izlədiyim özü Bavariya ilə ağır oyundan da çıxan deməli Bayer Leverkusen bunları qarşılaşdıranda qələbə 1.500, yəni Arsenal qələbəsi plus 1.500 ssenarisi gəlməsə, yəni bu futbol qətliamıdır, bunun başqa bir şey yoxdur. Hətta mən sizə deyim ki, mən ən güvəndiyim seçimlərdən biridir belə götürəndə. Basılıb yiyiləsi bir əmsaldır mı? Oralara qarışmıram da, futboldan danışırıq burada. Risk gördünüz, oynamayın. Bu arada bu oyunun 2 plus əmsallıq statistikası da bizim saytımızda yer alıb. Bu belə. Arsenalın buraxacaq heyət mənim özümə də çox maraqlıdır açığı burada. Amma məncə full heyət buraxarlar. Çünki səhv etməsə bir oyun oynayıb artıq milli araya gedəcək top 5 liqa komandaları. Görək. Chelsea PSG. Burada ilk oyunda həll olunub hər şey artıq və qəti girməyəcəm bu oyuna. Sadəcə belə deyək də özümüzü test eləyək. Keçən dəfə də demişdim, bu Chelsea müdafiəsi rəzildir. Və oyundan sonra Samir Nasrin də yadınızda sitatını sizə demişdim həftə içi analizi ilə bağlı, daha doğrusu həftə sonu analizi ilə bağlı ki, bu PSG cavab oyununda da qol vuracaq. Bunu 2 dəfə də təkrarlayıb. Bəlkə QQ 1.5 üst, yəni PSG-nin 2 topu ən azından canlıdan, indi hal-hazırda 1.86 əmsaldır.
Chelsea Newcastle-la da oyununa baxdım və bir şey başa düşdüm. Bu Liam Rosenyor bilmirəm, yəni Fenerbahçeyə mi getmək istəyir, nə etmək istəyir, başa düşmürəm. Ancaq başlayıb hakimlər haqqında danışmağa. Yəni bəsdir də. Halbuki hər şey necə qəşəng başlamışdı da, sözümü ona gətirirəm. Yəni danışmaq haqqıdır, əcəb eləyir, danışır, yaxşı. Mənim ağzımdan danışmır ki. Sadəcə yaraşdırmırsan da belə şeyləri. Sən axı yaxşı məşqçisən, parlaq zəkan var. Belə. Gəldik Zurnanın zırt dediyi yerə, bu da təbii ki Manchester City, Real Madrid. Bu Guardiola dostlar son dönəmlərdə siz də mənə bağışlayın, özünün qoyub gic yerinə konkret. Və konkret olaraq da açıqlamalarına bir dənə fikir verin. Başı gedib əldən bunun təmiz. Başı əldə deyil. West Ham ilə oyundan sonra deyib ki, bunu Telegramda da paylaşmışdım. 2 bakal pivə içmişdim. Ona görə də oyuncuları yaxşı görmürdüm. Yəni, bu arada tribunadan izləyirdi oyunu bilirsiniz yəqin ki. Çünki kubokdakı sarı kartlar da daxili çempionata təsir eləyir və orada səhv etmirəmsə 6-cı sarı kartdan sonra belə bir şey olur da. Amma bir neçə dəfə yaxın planda göstərdilər oyun ərzində. Birbaşa Pep Linders'lə birbaşa telefon əlaqəsində idi. Yəni birbaşa göstərişləri özü verirdi. Bu da önəmlidir. Bu birbaşa Guardiola yazan bir məsələdir. Friedrich Nietzsche'nin bir sözü yadıma düşdü dostlar. Deyir, yalan dediyin üçün üzülmürəm. Sənə artıq güvənməyəcəyim üçün üzülürəm. Yəni Guardiola siz Allah buna bir Karabao kapitan falan verin, rədd olsun, çıxsın, getsin də. Böyük ehtimal onsuz da sonuncu mövsümüdür, yerinə də kompani gələr. Mən belə görürəm hələ ki. Çünki tutuşduran da belə görürəm. Həm oyun üslubu, nəticələri, Manchester City əfsanəsi sayılır, kapitan olub. Deməli dostlar, indi məsələnin başqa bir tərəfi. Manchester City-nin qələbəsinə 1.47 əmsal açılıb, bir dənə də kontrol edəcəm. Ola bilsin ki, indi siz baxanda biraz fərqlidir. 1.41 də hətta indi. Bax, mən burada baxıram. Reala 5.40, X 4.67, 2.5 üst 1.37-dir, gol 1.53-dür. Okey. Real, məsələn, 1-0 udursa nə olacaq burada? Dünyanın sonudur mu? 2-0 udursa dünyanın sonudur mu? Amma Realın qoluna dostlar, gəlin bunu bir daha kontrol edeyim. Böyük ehtimal düşüb, mən hələ ki gördüyüm qədərilə onu deməyə əsas verir ki, Realın qolunun əmsalı düşüb, bircə saniyə, 1.38, 1.40 civarında, aha düşün. Bax, oynayır, bax, qalxır yenə də. 1.39, 1.40, 1.41, bax, belə civarda dəyişir əmsallar. Manchester City-nin rəqibi olan Reala Çempionlar Liqasının, yəni Çempionlar Liqası deyəndə ağla gələn Reala 1.41, 1.40 əmsal açılıb qoluna, bir qoluna dostlar. Okey, burada itkilərə görədir, bilməm nəyə görədir bu yanaşmalar. Amma Manchester City-nin müdafiəsi belə mataqdırmı? Mən sizə bu sualı verəcəm. Özləri risk almağa məcbur olan tərəf Manchester City-dir. 1 yox, 2 yox, 3 top lazımdır, ən azı. Yəni, burada da əslində Manchester City-nin kornerləri dəyərləndirilə bilər. Bunu da nəzərə alın. Mən bir Barça fanatı olaraq deyirəm ki, Real Madridin qələbəsini və mərhələ keçməyini səmimi qəlbdən arzulayıram. Ona görə ki, Guardiola artıq hamı ilə, siz də mənə bağışlayın, mırt tutur. Valverde'də də Valverde'nin də qarşısında şapkamızı çıxarırıq, yaxamızda düyməliyik. Manchester City cəbhəsində belə bir xəbər gəlmişdi. Hazırlıqlar gedir ki, oyun ərzində Real Madrid oyuncularına qorxu yaymaq üçün bir plan cızırıq. Allah sən saxla. Şaman gətirin Afrikadan. Qapının arxasına sidikli əski, dırnaq qırıntılarınıza tullayın. Kurtuvan qapısının arxasına. Gerizəkalılar. Bir də bir şey oxumuşdum. Bu oyunla bağlı. Hətta orada bir yanaşma da var idi. Guardiola oyuncularına istirahət verəcək. Day off deyirlər də buna. İstirahət verəcək bir gün. Məşqdən azad edəcək. Və sırf oyun günü məşqə çağıracaq. Və axırıncı dəfə konkret olaraq misal gətirmişlər ki, belə bir addımı atandan sonra Dortmundu 4-1 udmuşdular. Dortmund dedim, yadıma Haaland düşdü. Haaland neçə oyun gol vurmur artıq. Hara gedir axı mən bilmirəm. Nəsə qısası bircə onu bilirəm ki,
Sensasiya nə ola bilər? Sportingin mərhələ keçməsi, gedib dönüş olaraq. Realın, City-nin, üzr istəyirəm, Chelsea-nin və Manchester City-nin də, düzdür? Deməli, bir də təzədən City, Chelsea, Tottenham, Sporting. Bunlardan biri dəqiq keçəcək məncə. Biri dəqiq keçəcək. Mənə belə gəlir. Hansı bir babat geri dönüşü görəcək biz. Bu həm də bilirsiniz nəyə görə olunur da? Çempionlar Liqasının baxışını artırmaq üçün və s. və hamısı marketinqdir. Hər şey marketinqdir. Infantino dədəsinə salam verəndə əlinə baxır. Çeferin həmçinin. Belə, keçək növbəti günə. Barcelona Newcastle. Barça Sevilla oyuna baxdım. Qısaca bir bənd qeyd etmişəm burada özüm üçün. Barça Sevilla oyuna baxdım dostlar. Əminəm ki siz də baxdınız. Chelsea Newcastle oyununu da izlədim. Sırf Barçanın oyununa görə qəşəng bir əmsal açılıb. Hər iki komanda qol vurar. Bu oyun bir göz qırpımında hətta 3-500 dolar. Sadəcə necə ki o gün sizə demişdim ki 1.30 neçə açıblar üstdə Liverpoolun oyununda 1.60 neçə 1.70-ə yaxın əmsal Tottenhamın oyununda qol idi və o əmsal hətta Tottenhamın bir qolunun əmsalı üstdən daha çox idi. Burada eyvallah gəldi. Yəni Barçanın bu oyunu, bu hücuma çıxır komanda, risk almağa məcburdur, inanılmaz boşluq verir. Newcastle boşluğu sevən komandadır. Tutdu, əff etməz. Hə, Willock zədələndi mən bilən, düzdürmü? Orada Jacob Ramsey də səhv etməmişsə oyunu buraxa bilər, zədələndi. Amma biz sistemli bir komandadan danışırıq dostlar. Ona görə də məncə hər iki komanda qol vurar və oyun bu dəfə yenə də üstdə də gedə bilər. Hətta mən ağlımdan keçən bir hesab da var. Burada yazıram hesabı. Yazdım. Görək nə olacaq. Belə. Bavariya Atalanta, burada deyiləsi bir şey yoxdur. Sadəcə bir şey deyəcəm. Deyiləsi bir şey yoxdur, amma sadəcə bir şey deyəcəm. Yəni Bavariya 6-1 olub birinci oyun. 6-1 sonrası bir geri dönüş ola bilməz və 6-1-dən sonra 1.27 əmsalıla Bavariya durub qələbə oynamaq mənə məntiqsiz gəlir. Ümid edirəm siz də belə bir şey eləməzsiniz. Gəlsə nə olacaq, gəlməsə nə olacaq. Bir maraqlı detal, bunu Telegramda paylaşmışdım. İndi ekranda da məndə o şey var idi, foto tapmışdım. Qəşəng bir səliqəli fotoydu. Bavariya Prescott adında bir nəfərin qapıya qoya bilər məcburiyyətdən. Çünki 4 qapıçısı birdən zədələnib. Neuer zaten zədəli idi, Urbix zədələndi və digər qapıçılar da zədəlidir. Belə, Atalantanın qolunun canlıdan bəkə götürmək olar. Hazırda 1.42-dir. O Prescott, o New York doğulmuş adı. Ola bilsin soyadını səhv deyirəm. New Yorkda doğulan bir uşaqdır, qaradərili bir qapıçıdır. Belə, yəni Atalantanın bir qoluna risk eləmək olar burada. Amma digər ki, Bavariyada elə oyun oynayar ki, ona görə canlıdan deyirəm. Bavariyada elə oyun oynayar ki, heç vallahi billahi qapıya bəlkə də yaxınlaşdırmaz. Hərçəndə o da inandırıcı deyil. Liverpool Galatasaray. Əvvəla bir şey deyəcəm dostlar. İçimdən keçən bir şey deyəcəm sizə. Məncə artıq bir dəfəlik Galatasaray hakimlər daşıyır söhbəti bağlanmalıdır Türkiyədə. Hətta elə desə belə. Hətta hakimlər gözünüzlə gördünüz ki, Galatasaray daşıyırlar Türkiyədə. Məncə artıq bu söhbət bağlanmalıdır. Sırf Avropadakı nəticələrə görə. Və deməli Tottenham ilə oyunda da demişdim ki, yenə də təkrar eləyəcəm o söhbəti. Liverpool bazarı partladı bilər. Elə də oldu. Və burada fikir verdim, Galatasaray fora yeməz, yəni 3 fora yeməz. 1.38 əmsalı dostlar. Galatasaray zaten buna oynayır. Galatasaray qapanar. Liverpool dəli kimi gəlməyə başlayar. Yenə də ev sahibinin kornerləri dəyərləndirilə bilər. Neçədən açılıb sözünüz baxarsınız. Yaman ekstra time keçir ağlımdan, amma Galatasaray fora yeməzə yönələcəm. Həmin o əmsal gözləyəcəm qalxsın 1.42 falan civarına və götürəcəm. Galatasaray uğurlar, səmimi qəlbdən arzulayıram. Bizim coğrafiyamızın, bu torpaqların komandası uğurlar. Qalatasaraylı fanatlara da səbir diləyirəm indəndən, hər şey yaxşı olacaq. Sanchez yoxdur, 99% onu Singo əvəzləyəcək orada. Cinaha böyük ehtimal, ümid edirəm daha doğrusu, Saşa Boya keçər, Salahı yox. Kim oynayır oynasın, Allah işlərini avand eləsin. Osimhen də premiyasını istəyib başqandan, komanda adına daha doğrusu istəyib. 5 milyondan gedir söhbət. O da deyib eyvallah, sıkıntı yox.
həll eləyərik. Yetər ki, keçin. 1-2 aydır burada eyni şey deyirəm dostlar. Liverpool, daha doğrusu yəni Liverpoolun hazırki durumu, bu mövsümki durumu mənə xatırlayırsınızsa, daimi izləyicimiz bilir. Bunu hər dəfə deyirəm. O vaxtki Liverpoolu mən xatırladır ki, Çempionlar Liqasının finalına qədər getdi. Daxili çempionatda səhv etmirəmsə, düz yadımda qalıbsa 7-ci yeri tutmuşdu və sonra getdi Milanla finalda həmin o məşhur Perestrelkada, Thrillerdə 3-3-dən sonra penaltilər nəticəsində Jerzy Dudek'in əla oyunu ilə və şansı ilə həm də çempionluğu götürdü. Bu o dönəm mən xatırladır. Bilmirəm indi finala qədər gedər yoxsa yox. Hələ ki bax o qrafiki hələ ki belə cızırlar. Həmin o qrafiklə gedirlər. Amma Tottenham'dan oyunu izlədim. Bir yandan da bir barmağımı dişlədim ki, qardaş. Yəni burada komanda deyilən bir şey yoxdur Liverpoolda. Komanda deyilən bir şey yoxdur. Özü Anfield'da oynayır, Tottenham'dan oynayır. Vallahi bu Tottenham Galatasaraydan zəifdir. Buna baxmayaraq Tottenham daha istəkli idi, daha dişli idi. 2-3 net moment qaçırdı. Yaxşı, Richarlison başına yüngül sürtüb keçən epizodu saymıram. Hərçənd diagonal getdi, top az qala girirdi. Amma şuurlu şəkildə qapıya vurduğu zərbə vardı, 2 dənə net moment vardı. Bir epizodu da qaçırdı. Solanke yox, o biri Matisse Tel. Yəni Liverpool bir göz qırpımında 1-3 uduza bilirdi. Yəni Salah rəzildi, dağa daşa vurur topu. Sonra da deyir, Razborka eləyir ki, niyə oynamıram. Ekitike ayağında top saxlaya bilmir. Wirtz, deməli, Ngomoa ilə bir dənə epizod oldu. 16 metrin içinə gələndə sağdan pas atdılar ortaya. Wirtz buradadır. Baxın dostlar, qapı budur da, düzdür. Ngomoa bir damcı belə çıxardırsan, Skodu dərhal vurur da qapıya, düzdür. Wirtz kornerə vurur topu ki, get oradan təzədən qaytar, gətirib bəlkə bura verə bilərsən. Belə komanda olmur. Ancaq yetdim. Szoboszlay oynayır, Gravenberch oynayır və McAllister oynayır. İndi müdafiədə də ki, Van Dijk həmişə kimi haqqını verməyə çalışır da. Bilmirəm, yəni Galatasaray fora yeməz. İnşallah heç ekstra time-ı da saxlamaz, amma mən ekstra time kimi bir ssenari görürəm burada. Ağlımdan nəsə keçir. Belə, inşallah ümumiyyətlə Galatasaray udar. Elə keçər. Çünki vallahi haqsız olar. Haqsız olar. Vallahi özü Galatasarayın da birinci oyunda qolunu da saymadılar. Haqsız olar əməli başda. Belə dostlar, məndən bu qədər. Allah əmanət olun. Nə yaxşı ki varsınız. Bol şans sizə. Uğurlar. Görüşmək ümidi ilə.